Bağlılığı dövrü Azərbaycanla bağlı hazırladığım sınağın izahını verirəm. Sasani dövləti ilə bağlı uyğunluq gözlənilmişdir. Bu tip suallarda ilk diqqət etməli olduğumuz məqam dövlət sözüdür. Sasani dövləti deyirəmsə, deməli 226-cı ildən 651-ci ilə qədər olan hadisələr axtarıram. 3-cü əsrin ilk rübündə Parfiyanın varlığına son qoydu. 3-cü əsrin ilk rübü, yəni 224-cü illər düşür. Doğrudur, amma Sasani dövlət idi mi onda? Xeyr. Parfiyan varlığına son qoyduqdan sonra 226-da dövlət yaranacaq. Ona görə yanlışdır. Sasani şahlarının tac qoyma mərasimi keçirilirdi Qazakada. Qazakada keçirilməyə doğrudur. Amma mən burada Atropatenanın paytaxtı Qazaka yazdığıma görə yanlışdır. Çünki Atropatena bir dövlət olaraq yoxdur. Ərazi kimi var. Paytaxt da ona görə ola bilməz. Deməli yanlışdır. Ateşpərəstliyin zorla yaymaq haqqında fərman verdiyi 1-ci Şapur. 2-ci Şapur yazdığıma görə yanlışdır. Xosrovun keçirdiyi vergi islahatına əsasən xostak torpaq sahibliyi yarandı. Xostak torpaq sahibliyi Xosrovun islahatından yaranıb. Doğru fikirdir. X deyirdim. X-nın kubu xostak, xırda torpaq sahibliyi idi. X və Xosrovun dövründə yaranıbdı. Amma niyə yanlışdır? Çünki Xosrovun keçirdiyi vergi islahatına görə yox. Xosrovun keçirdiyi torpaq islahatına əsasən yaranıbdır. Ona görə yanlışdır. 3-cü əsrin 3-cü rübündə Roma imperiyasını məğlub etdi. Bəli, 260-cı ildən söhbət gedir və bu doğru fikirdir. Növbəti suala baxırıq. Sasanilər, Əməvilər, Abbasilər. Vergilər torpaq sahəsinə görə alınırdı. Diqqət edək. Vergilər torpaq sahəsinə görə alınmaq o deməkdir ki, yəni məhsulun olub-olmağından asılı deyil, torpağa görə alınır. Sasanilərdə də vergilər torpaq sahəsinə görə alınıbdı. Eyni zamanda Abbasilərdə də vergilər torpaq sahəsinə görə alınıbdı. Əhali siyahıya alınıb. Əhalinin siyahıya alınmağı 725-ci il Əməvilərə aiddir. Amma eyni zamanda Sasanilər dövründə yadımıza salaq, qısa müddətli mərzbanlıq dövründə də siyahıya alma həyata keçirilibdir. Deməli, bu Sasanilərə də aid xüsusiyyətdir. Müsəlman olmayanlardan can vergisi alırdı. Müsəlman olmayanlardan deyirəmsə, can vergisi Sasanilərdə də, eyni zamanda Əməvi Abbasilərdə də var. Amma müsəlman sözünü işlədirəmsə, Sasanilər deyə bilmərəm. Demək, Əməvi və Abbasiyə aiddir. Vergi verə bilməyən övladı qula çevrilirdi. Bu Abbasilər dövründə vergilər deyirik daha da artırılır və hətta vergi verə bilməyən övladı qula çevrilibdi. Abbasilərə aiddir. Ruhanilərdən də vergi alınmağa başladı. Bu isə qısa müddətli mərzbanlıq dövründə vergilər artıldığı zaman Sasanilər dövründə, yəni 463-87-ci illərdə baş vermişdi. Ona görə Sasanilərə aiddir. Meyvə bağları, sənətkar emalatxanaları üzərinə əlavə vergilər qoyuldu. Bu isə Əməvlərin keçirdiyi 725-ci ildə siyahı alma dövrünə aiddir. Deməli, Əməvlərə aiddir. 8-ci əsrə aid düzgün xronoloji ardıcılığı müəyyən edin. Deməli, bu sualda nəyə diqqət edirik? 8-ci əsr dediyimə görə bütün xronoloji ardıcılıqlarda, yəni ardıcılığı düzməli deyiləm. Sadəcə 8-ci əsrə aid olanları götürməliyəm. Albaniya Aran adlı vilayətə çevrildi. Bu Albaniyanın süqutu, yəni 705-ci ildən söhbət gedir. Ərəblər Dərbənd qala divarlarını təmir etdirdi. Qalada silah və ərzaq anbarı yaradıldı. Bu Dərbənd yenidən tutulduqdan sonra idi. Yəni 722, 8-ci əsrin 20-ci illəri deyirik. Mən elə 722 yazım, 8-ci əsrin 20-ci illəri gedir. Xəzərlər ərəbləri sıxışdırıb Ərdəbilə çatdılar. Bu Savalan dağı döyüşündə idi ki, yəni ondan əvvəl deyirik ki, Xəzərlər ərəbləri sıxışdırıb Ərdəbilə çatdılar. Deməli 731 götürək. Cavanşir Xəzərlərlə sülh bağladı. Cavanşir Xəzərlərlə sülh bağlayıb. Bu neçənci ildə idi? 664-65-ci ildə idi. Amma bu 8-ci əsrə mi aiddir? Xeyr, 7-ci əsrə aiddir. Ona görə bunu variantdan silirəm. Demək, 4 olanları variantdan atmalıyam. Ümumiyyətlə 4 olanları götürməməliyəm. Ərəblər Van gölü yaxınında hərbi üstünlüyü ələ keçirdi. Bu da Hilat dağı döyüşündən söhbət gedir. Təqribən 8-ci əsrin 30-cu illərin sonları, əvvəllər 737 deyirdik. Yəni buna uyğun olaraq xronoloji ardıcılığı düzməliyəm. Təbii ki də burada birinci 1 gəlir, sonra 2 gəlir, sonra elə 3 gəlir, sonra da 5 gəlir. Ərəb dövrünə aid uyğunluq gözlənilmişdir. Ərəblər Dərbənddə və Qazakada hərbi düşərgə qarnizon yaratdı. Bəzi müəllimlər bunu Qazakanı Qazaq deyə oxuyurlar. Çünki belə deyim, Dərbənddə və Qazaqda artıq bunu beyinlərini həkk etdiyi üçün burada çaşqınlıq ola bilər. Amma deməli diqqət edin, çaşdırmaq üçün belə verilibdir.
Qazakada yox, Qazaxda olmalıdır. Ona görə yanlışdır. 8-ci əsrin 20-ci illərində Dərbənd Əmirliyi yenidən tutulub təmir etdirilib. Çox adam deyir ki, bu doğrudur da. Dərbənd tutulub, yenidən təmir edilib. Bayaq müəllimə siz özünüz də dediniz ki, Dərbənd tutulub, təmir olunubdur. Razıyam, doğrudur. Amma mən burada nə yazmışam? Dərbənd Əmirliyi yazmışam. Görək 8-ci əsrin 20-ci illərində Dərbənd Əmirliyi var idi amma biz öyrəndik feodal dövlətlərin içindəki Dərbənd Əmirliyi 9-cu əsrin 60-cı illərində yaranıb əmirlik olaraq. Buna görə yanlışdır. Burada Dərbənd tutulub, Dərbənd səddi təmir etdirilib deməli idi. Ona görə yanlışdır. Müsəlman olmayanlardan can vergisi gezit alınırdı. Müsəlman olmayanlardan can vergisi alınıb, can vergisi gezit olmağı da doğrudur. Amma baxaq görək, gezit harda can vergisi idi? Sasanilərdə. Ərəblərdə can vergisi nə idi? Cizyə. Ona görə yanlışdır. İlk vaxtlar yerli məmurlardan idarəçidə geniş istifadə etdilər. Bəli, ərəblər ilk vaxtlar yerli məmurlardan geniş istifadə etdilər və idarəçidə də çox ciddi dəyişiklik eləmədilər. Amma sonradan görürük ki, artıq Albaniya varına son qoyduqdan sonra, yəni 705-ci ildən sonra, artıq 8-ci əsrdə hakimiyyətlərini möhkəmləndikdən sonra idarəçidə dəyişikliklər edirlər və ərəb məmurlarına əvəz edirlər. Deməli, ilk vaxtlar dediyinə görə bu doğru fikirdir. Vergilər bütün icmadan yox, ayrı-ayrı adamlardan alınırdı. Xeyr, vergilər ayrı-ayrı adamlardan deyil, əksinə bütün icmadan alınırdı olmalıdır. Bunun yeri dəyişik verilib, ona görə yanlışdır. Həvari dövründə baş vermiş hadisələrə bağlı uyğunluq gözlənilmişdir. Həvari dövrü, Həvari apostol dövrü deyirik buna. Yəni bu 313-cü il xristianlığın qəbul olunduğu dövrə qədərki dövrdür. Yəni 1-ci əsrdən 313-ə qədər olan dövr. 313-dən sonraki mərhələni isə deyirik Yunanpərəst mərhələ hesab olunur. Deməli 313-ə qədər çünki dövründədir baş vermiş hadisələrə bağlı uyğunluq gözlənilir. Yəni 313-ə qədərki hadisələri götürməliyik. Amit döyüşündə Sasani Alban qüvvələri Roma üzərində qələbə çaldı. Amit döyüşü 359-dur. Bu Həvari dövrünə düşmür. Ona görə yanlışdır. 262-ci ildə Sasanilər Albaniyanı tutaraq daxili müstəqilliyə son qoydu. 262-ci il düşsə də Albaniya daxili müstəqilliyini qoruyub saxladığına görə bu yanlış olmuş olur. Valerian başçılığı ilə Roma qüvvələri 1-ci Şapuru məğlub edir. Valerian başçılığı ilə Roma ilə 1-ci Şapur arasında müharibə olur, amma əksinə 1-ci Şapur onları məğlub edir. Ona görə yanlışdır. 260-cı il müharibəsi. 3-cü əsrin 3-cü rübündə Albaniya siyasi müstəqilliyini bərpa edir. Bəli, doğrudur. Bu 272-ci ildir. Deyirik 1-ci Şapur öləndən sonra Albaniya öz müstəqilliyini bərpa edir müvəqqəti, amma sonra yenidən Sasanilərin tərkibinə düşür. Ona görə doğru fikirdir. Qoçaq Vaçaqan dövründə Albaniya mərkəzləşmiş quldar dövlətə çevrilir. Qoçaq Vaçaqan dövründə Albaniya mərkəzləşir. Bu doğru fikirdir. Amma quldar sözünə görə yanlışdır, feodal olmalıdır. Alban Arşaki hökmdarlarla bağlı uyğunluq gözlənilmişdir. Arşaki deyirəmsə, demək 1-ci əsrdən 510-a qədər olan hökmdarlardan söhbət gedir və Alban hökmdarlarından söhbət gedir. Xosrovun inzibati vergi torpaq islahatı doğru olsa da, Xosrov Sasani hökmdarıdır. Ona görə çıxıram. Ərəb xəlifəsi ilə görüşüb vergiləri 1/3 qədər azaldan Cavanşir olsa da, Cavanşir Mehranilərə aiddir. Ona görə çıxıram. Dizrav döyüşündə itirilmiş torpaqları geri qaytaran qaytardı. Dizrav döyüşündə iştirak edən Urnayr olsa da, Dizrav döyüşü ilə Urnayr hakimiyyətdən gedir 371-ci ildə. O torpaqlar 387-də geri qayıdıbdısa, o döyüşdə o 387-ci ildə Urnayr var idimi? Xeyr, ona görə yanlışdır. 457-ci ildə azadlıq mübarizəsinə qalib gəldi 2-ci Vaçe. 2-ci Vaçe 457-də azadlıq mübarizəsi qaldırsa da, qalib gəlmədi, məğlub oldu. Ona görə yanlışdır. Xristian dininə aid məbədlər açdırıb 3-cü Mömin Vaçaqan, bəli, Şakilərin son nümayəndəsi idi. Albaniyanın həm siyasi, həm mədəni cəhətdən dirçəltdi. Xristian dininə aid məbədlər açdırdı. Albaniyanın daxili müstəqillik dövrünə aiddir. Baxın, buna da diqqət edək. Daxili müstəqillik deyirəmsə, qısa müddətli mərzbanlıq dövründə Albaniya bir müddət daxili müstəqilliyini itiribdir. Yəni 463-87 aralığında. Eyni zamanda mərzbanlar tərəfindən idarə olunursa 516-129 aralığında Albaniyanın daxili müstəqilliyindən danışa bilmərik. Deməli, mən burada Albaniyanın yarandığından, yaradan 3-cü əsrdən ta ki 705-ə qədər olan hadisələrdən danışsam da, amma aradakı o daxili müstəqilliyi itirdiyi vaxtlara aid hadisəni qoymalı deyiləm. Əməvilər tərəfindən Sasani dövlətinin varlığına 651-də son qoyulub. 651-ci il Albaniyanın daxili müstəqillik dövrünə düşür, razıyam. Amma Sasani dövlətinin varlığına Əməvilərimi son qoyub görəsən. 651-ci ildə Əməvilərimi var idi görəsən. Xeyr, Əməvilər yox, burada olmalıdır ərəblər və yaxud da ilk xəlifələr. Ona görə yanlışdır.
6-cı əsrin son rübündə Sasani-Bizans müqaviləsi ilə Sasanilərin tərkibində qaldı. Deməli, Albaniya 6-cı əsrin son rübündə, yəni 591-ci ildə müqavilə ilə Sasanilərin tərkibində qalır, razıyam, doğrudur. Amma 591, baxaq görək hansı dövrə düşür? 510-629 aralığına. Yəni bunda Albaniyanın daxili müstəqilliyi yoxdur. Ona görə yanlışdır. 387-ci il Sasani-Qərbi Roma arasında sülhə görə. 387-də Qərbi Roma var idi mi görəsən? Xeyr, Roma bütöv idi. Burada Qərbi Roma yazdığıma görə ümumiyyətlə yanlışdır. Kadisiya döyüşündə Alban hökmdarı mükafatlandırıldı. Kadisiya döyüşündə Cavanşir mükafatlandırılsa da hələ hökmdar deyildi. 2023-də də belə bir sual düşmüşdü. Ona görə yanlışdı. Alban hökmdarı özünü Bizansın vassalı elan etdi. Bəli, Varaz Qriqor özünü Bizansın vassalı elan eləmişdi və bu da təbii ki, Albaniyanın daxili müstəqilliyini qoruyub saxladığı bir dövrə aid idi. Deməli, bu doğru fikirdir. Ərəb-Xəzər müharibələri ilə bağlı sərf nəticə əlaqələrindən danışırıqsa, əgər Həçdəçar döyüşündən danışa bilərikmi görəsən? Təbii ki, xeyr, bu Xürrəmlərə aiddir. Ay, üzr istəyirəm, Həçdəçar yox. Hə, gözlənilmiş olanı soruşur da. Aha, doğru getdim. Deməli, öz suallarımı özümdə çaşdım. Deməli, bu getdi. Çünki Həçdəçar döyüşü Xürrəmlərə aiddir. Bələncər döyüşündə Əməvilər məğlub oldu. Bələncər döyüşü Ərəb-Xəzər müharibələrinə aiddir. Amma yadınıza saxlayaq ki, 1-ci Bələncərdə də, 2-ci Bələncərdə də 643, 653-cü illərə əhatə etdiyinə görə Əməvilər sülaləsi yoxdur. Burada mütləq ki biz deməli ərəblər ya da iç xəlifələr. Çünki Əməvilər hələ yoxdur axı burada. Əməvilər sözünə görə yanlışdır. Ərdəbil yaxınlığında döyüşdən bir qədər sonra, yəni Savalan dağı döyüşündən sonra nəzərdə tutulur. Mosul və Diyarbəkir ələ keçirdi Xəzərlər. Bəli, bu doğru fikirdir. Çünki Savalan dağı döyüşündən bir qədər sonra Xəzərlər Mosul və Diyarbəkiri ələ keçiribdi. Deməli, doğru cavabımız budur. Amma digərlərinə baxaq. Cənubidən döyüşünə qalib gəldi ərəblər. Deyə bilərsiniz ki, bu da doğrudur. Ərəblər qalib gəldi. Mən də sizdən razıyam. Doğrudur. Amma mən Ərəb-Xəzər müharibələri ilə bağlı uyğunluq istəyirəmsə, Cənubidən döyüşünün bura aidiyyatı varmı? Xeyr. Kür döyüşünə Cavanşir qalib gəldi. Bu da doğrudur. Amma bu da Ərəb-Xəzərə aid deyil. Bu da Albaniya-Xəzərə aiddir. Ona görə yanlışdır. Deməli, ən əsas məqam suala diqqət etməkdən gedir. Albaniya 5-ci əsrin 4-cü rübü, Atropatenanın 3-cü əsrin 2-ci rübü tarix üçün xarakterikdir. Elə sualdan məlum olduğu kimi 5-ci əsrin 4-cü rübü deyirəmsə, rüb dedikdə ikinci belə deyək də 25 illiklər nəzərdə tutulduğuna görə 4-cü rüb deyirəmsə 475-dən sonrakı hadisələr nəzərdə tutulur. Deməli, Atropatenanın 3-cü əsrin 2-ci rübü deyirəmsə, burada da 200, yəni 25-dən sonrakı hadisələr nəzərdə tutulur və 225-dən sonra Atropatena tarixində 227 tez ağlımıza gəlir. 5-ci əsrin 4-cü rübündə isə 487-ci il isə 5-ci əsrin 4-cü rübünə düşür. Yəni 463-87 aralığı belə deyək də. 475-dən sonra 487-yə qədər bir müddət burada da hökmdar hakimiyyəti boş qalıb, mərzbanlar vasitəsilə idarə olunubdur. Eyni zamanda Atropatenada mərzbanlar vasitəsilə idarə olunub 227-ci ildə. Ona görə də D variantı doğru cavab olmuş olur. Məzdək təlimini Xürrəmlərdən fərqləndirməyən xüsusiyyətə aiddir. Deməli, mübarizə yolu ərəblərin yeritdiyi ağır vergi hissəsinə qarşı çıxırdı. Məzdək təlimində mübarizə yolu var, doğrudur. Amma ərəblərin yeritdiyi ağır vergi siyasəti ola bilməz. Məzdək ərəblərlə deyil, ona görə yanlışdır. Ədalətli cəmiyyət sosial bərabərlik olsaydı doğru olardı, bərabərsizlik yazdığıma görə yanlışdır. Azərbaycan yad illi əsarətindən xilas etməyə çalışırdılar. Məzdək təlimi yad illi əsarətindən, yəni əsarətdən xilas etmək deyə bir şey yox idi. Azadlıq mübarizəsi deyildi. Ona görə yanlışdır. Əsas iştirakçıları yerli feodallar idi. Əsas iştirakçıları yox, yerli feodallar qoşulsa da, məsələn, Xürrəmlərə, amma əsas iştirakçısı olmayıbdır. Əsas iştirakçılar kəndlilər olubdur. İdeyalarında zərdüştlük elementlərinə rast gəlinir. Məzdəkilər xeyrin şər üzərində qələbəsi inanırlar ki, bu təbii ki, zərdüştlük elementidir və eyni zamanda Xürrəmlərdə də zərdüştlük elementlərinə eyni zamanda İslama rast gəlinirdi. Demək, ortaq cəhət zərdüştlük elementlərinə rast gəlinməkdir. Bir də bir çoxlarının burada çətinlik çəkdiyi məqam nədir? Fərqləndirməyən xüsusiyyət deyirsə, bu il 2025-də də bu forma suallar çox düşmüşdü. Deməli, fərqləndirməyən xüsusiyyət deyəndə, yəni oxşarı soruşur, oxşar xüsusiyyəti soruşur.
Xürrəmlər hərəkatına aid səbəb-nəticə əlaqəsi gözlənilibdir. Babək Arran, Arsaq, Bərdə, Beyləqan, Sünkü azad etdi. Abbasi xəlifəsi 819-cu ildə ona qarşı yeni nizami qoşun göndərdi. Bəli, gözlənilib belə A variantı. Burada diqqət edək. Deməli, Anar Seyevdə köhnə nəşrdə əvvəl belə olduğuna görə elə belə də düşübdü, amma dərsliyə diqqət edəsək, əvvəlcə Babək bu əraziləri azad edir. Sonradan bu əraziləri azad edildiyinə görə, Xürrəmlər yeni siyasi rəngi altına görə, yəni Babək hakimiyyətə gələndən sonra ona görə Abbasi xəlifəsi ona qarşı yeni nizami qoşun göndərib. Yəni burada səbəb-nəticə əlaqəsi gözlənilibdir. Elə doğru cavab A variantı olur. Məsələn, ilk çıxışlar Əməvilər tərəfindən yatırılıb, yanlışdı, Əməvləri görməyib Xürrəmlər. Əsas iştirakçıları kəndlilər olubdu. Şəhər yoxsulları, sənətkar və yerli feodallar da daxil olub, bu bir ilmiqə düşmüşdü. Amma əsas iştirakçı deyirəmsə bu kəndlilər deməliyəm, ona görə yanlışdı. Abbasilərin ağır vergi siyasətinə, İslam dininə qarşı yönəlmişdi. Ağır vergi siyasəti olsa da İslam dininə qarşı yönəlməmişdi, ona görə yanlışdı. İlk çıxışları zamanı baş vermiş 829-cu il döyüşünə qalib gəldi. İlk çıxışlar 778-808 olduğuna görə bunu ilk çıxışlar dediyimə görə yanlışdır. Mehranlərlə bağlı xronoloji müəyyən edin. Albaniya xilafətin vassallıq mövqeyindən məhrum oldu. Söhbət 705-ci ildən gedir. Yəni Albaniya süqut edəndə artıq xilafətin vassallıq mövqeyindən məhrum olur. Albaniya Xəzərlərin vassal asılını qəbul edir. Xəzərlərin vassal asılını Cavanşir qəbul edir 664-65. Albaniya Sasanilərin tərkibinə düşür və onu hərbi dəstələrlə təmin etməli olur. 262-ci il, yəni Albaniya Sasanilərin tərkibinə düşəndə hərbi dəstələrlə təmin etməli olmuşdu. Albaniya özünü Bizansın vassalı elan edir. Bizansın vassalı elan eləmək isə bu Varaz Qriqorun dövründədir. Yəni elə 630-42 aralığı götürə bilərik. Albaniya xilafətdən vassal asılı oldu. Albaniya xilafətdən vassal asılı oldu deyəndə isə biz Cavanşirin Muaviyə ilə görüşünü 667-670-i götürürük. Deməli burada Mehranlərlə bağlı xronoloji istədiyinə görə mən burada nəyə çıxmalıyam? Sasanilərin tərkibinə düşməyə çıxmalıyam. 3-ü. Çünki bu Mehranilər doğru fikir olsa da Mehranlərlə bağlı deyil. Ona görə bunu çıxıram. Buna uyğun olaraq da 4-2-5-1 uyğun gəlir. Ərəblər Bizansla rəqabəti öz xeyrinə dəyişmək üçün gördüyü tədbirlərə aiddir. Bu konkret olaraq kitabda qeyd olunubdur. Deməli, Böyük İpək yolunun əsas istiqamətini Azərbaycana yönəltdilər. Yəni burada bir hiylə yoxdur. Bir də Şərq əyalətlərindən Kiçik Asiyaya gedən karvan yollarını bağladılar. Sadəcə olaraq buna çox müəllimlər diqqət eləmir. Bunu salmışam ki, diqqət eləyək. Uyğunluq gözlənilməmişdir. Cavanşir hakimiyyətə gələn kimi ilk işi İran feodallarını qovmaq oldu. Bu doğru fikirdir, var idi. Gözlənilməmişdir, əvvəlcə gözlənilməmişdir yazmışam. Ərəblərin Azərbaycana ilk yürüşlərindən sonra bütün Azərbaycan xilafət tərkibinə daxil oldu. Elə bu cümlə keçir. Düzdür, bəzən burada da ziddiyyət var. Bəzən yazar ki, Dərbəndə qədər, sonra da amma bir cümlədə yazar ki, bütün Azərbaycan tabi olubdu. Ona görə bu da doğru fikir olmuş olur. Ərəblər Sasanilərin Azərbaycan mərzbanını məğlub edərək Cənubi Azərbaycanı tabi etdi. Deməli, Sasanilərin Azərbaycan mərzbanını məğlub edərək deyəndə söhbət İsfəndiyardan gedir və İsfəndiyarı məğlub edərək də Cənubi Azərbaycanı tabi eləmişdi. Bu da doğru fikir olmuş olur. Dərbənd və Şirvan hakimi Şəhriyarla imzalanan sülhə görə Dərbənd əhalisi vergidən azad olundu. Bu da doğru fikirdir, bir ilmiqə düşmüşdü. Cavanşir xəlifə Muaviyyənin yanına Bağdada gedərək Albaniyanın daxili müstəqilini qorumağa müvəffəq oldu. Çox adam deyir ki, bu da doğru fikirdir. Doğrudur, amma Cavanşir getdiyi zaman 667-670 heç Bağdad şəhəri salınmamışdı. Bağdad 762-də salınıbdı. Mən də bura Bağdad yazmışam. Bağdad yox, Şam şəhəri olmalıdır. Ona görə yanlışdır. Belə. Bir də bir ilmiqə Şəhriyar, Dərbənd və Şirvan hakimi Şəhriyar əvəzinə İsfəndiyar düşmüşdü. Ona da diqqət edək. Şəhriyar, Şırşı, Dərbənd və Şirvan hakimidir. İsfəndiyar isə Cənub vilayətlərinin hakimidir. Hansı fikirlər yanlışdır? Albaniyada xristianlıq yayılmağa başladı 313-cü ildə qəbul edilməsi ilə. Bu din test toplusunda da var. 313-də qəbul olunub düzdür rəsmi olaraq, amma yayılmağa 1-ci əsr aiddir yaranandan sonra. Bu ona görə yanlışdır. Deməli, yanlışı soruşur da, yanlışı soruşduğuna görə bunu götürürəm. Ləkit məbədi Zərdüşt məbədi əsasında inşa olunmuşdur. Bu doğru fikirdir. Deməli, Arşakilərin son nümayəndəsi Albaniyanın mədəni və siyasi cəhətdən cəhətli 3-cü Mömin Vaçaqan, bu da doğru fikirdir. Yerli feodalların başçılığı ilə Əməvlərə qarşı qalxan üsyan Abbasilər tərəfindən yatırıldı. Beyləqanda müsafirin başçılığı üsyan doğru fikirdir. Xəlifə Möhtəsimin tədbirləri nəticəsində 2-ci Həmədanda Xürrəmlər ilk dəfə məğlubiyyətə uğradı. Burada bu cümlə keçsə də, burada Xürrəmlər demir, Babəkilər deyir. Çünki Xürrəmlərin ilk məğlubiyyəti 778-808-ci illər olan məğlubiyyətdir. Amma Babəkilər desəydi doğru olardı. Amma Xürrəmlər dediyinə görə yanlış olur. Ona görə yanlış cavab bir də budur. Xilafət pul islahatı ilə maliyyə sahəsində qayda qanun yaratdı. Bəli, qəlb pulları sıradan çıxarmışdı, qayda qanun yaratmışdı. Demək, burada yanlış cavab 1-1-dir, bir də 4-dür.
Gələk əsas məsələ özüm hazırladığım bu xəritələrə. 4-cü əsrin ikinci yarısı Albaniyaya qaytarılmış ərazilərə aiddir. Bu DIM test toplusunda da çox düşür. Yəni 387-də 371 Dizrav döyüşündən sonra itirilən torpaqlar deyir göstərən xəritədə, ya da deyək ki, 387 qayıdan torpaqları göstərin. Şəkəsiyən Girdiman kod. Bu ərazilərə düşəndə yadımızda belə saxlayaq. Kürün sağ sahilindədir. Kür bu Kür çayıdır. Kürdən sağa doğru, yəni Göyçəyə doğru baxdığımız hissələr Kürün sağ sahili gedir. Bax, buradakı vilayətləri götürəcəyik. Şəkəsiyən Girdiman kod. Girdiman indiki Şəmkir Qazax bölgəsinə uyğun gəlirdi. Uti Bərdiyə təqribən uyğun gəlir. Ona görə burada düşəndə biz nəyə axtaracağıq? Kürün altı. Həmişə bu xəritələrdə Kürün altındakı vilayətləri götürəcəyik. Ona görə 4 ilə 5 olacaq. Əməvlərin hakimiyyət dövründə verilmiş fikirlərə bağlı uyğunluq gözlənilmişdir. Deməli, Albaniyanın paytaxtı idi 3. 3 görək haradır? Baxıram 3-ə. 3. Aha. 3 göstərib. Bura 3 Qəbələdir. Qəbələ Əməvlərin yazmışam da, Əməvlərin dövründə yox. Qəbələ qədim Albaniyanın paytaxtı olub, ona görə yanlışdır. Müsafirin başçılığı üsyan 7-də baş veribdir. Müsafirin başçılığı ilə üsyan 7-də baş veribdir. Çünki 7 Beyləqan ərazisidir və Beyləqanda müsafirin başçılığı üsyan məhz 7-də baş verib. Ona görə bu doğru fikirdir. Qafqazda Ərəb Əmirliyinin ilk mərkəzi olubdur. Qafqazda Ərəb Əmirliyinin ilk mərkəzi, yəni Cənubi Qafqazdan söhbət gedirsə, ilk mərkəzi Dəbil, sonra Bərdə olubdur. Deməli, ilk mərkəz Dəbil göstərilməlidir. Dəbil də Göyçə gölü ətrafındadır, burada yerləşir. Amma mən 5-i göstərmişəm, 5 Bərdədir və Bərdə ilə Gəncənin yeni səhv salanda 2 sulan tapa bilərik. Baxın, diqqət edin, Bakıdan, yəni bu Qartalın düz bu hissəsindən gəlsək, düz gəlib çıxırıq Kürün altında Bərdiyə. Belə də tapa bilərik, ya da Göyçənin başından, ayağından, aşağısından gələndə biraz uzağa doğru Bərdiyə gəlib çıxırıq. Amma Gəncə Göyçənin baş tərəfindən gəlir və burada yerləşir. Digərlərinə baxsaq, əhalisinin müqavilə ilə can vergisindən azad olundu 1 Dərbənddir və müqavilə ilə can vergisindən azad olunub. Doğru fikirdir, amma mən sualda Əməvlərin hakimiyyət dövrü yazdığıma görə Əməvlərin dövrünə düşmür, ona görə yanlış olur. Albaniyanın sağ sahil əyaləti olubdu 6, 6-ya baxıram, 6 sol sahildir, ona görə yanlışdır. İndi baxıram 18-ə. Ərəblərin gəlişinə qədər Cənubi Azərbaycanın mərkəzi olmuşdur. Deyirik, ərəblərin gəlişinə qədər Cənubi Azərbaycanın mərkəzi Ərdəbil. Ərəb-Xəzər müharibələri başladıqdan sonra isə Marağa olubdur. Bunu necə yadda saxlayaq? Bildik ki, Marağa Ərdəbil sacirlərin paytaxtıdır. Burada da əksini deyirik. Ərdəbil sonra Marağa. Deməli, Cənubi Azərbaycanın mərkəzi oldu Ərdəbil. Ərəb-Xəzər müharibələrindən sonra Ərdəbil dağıldı və daha çox hara köçdü? Marağıya. Marağa Urmiyanın aşağısındadır. Marağa, Urmiyanın təpəsi T, Təbriz, Urmiyanın aşağısı Marağa, bir Marağadır. İndi məndə də soruşur ki, ərəblərin gəlişinə qədər, deməli, söhbət Ərdəbildən, yəni 3-dən gedir. Paleolit dövrünə aid tapıntılar aşkarlanıb, ilk Alban xristianlıq məbədinin yerləşdiyi ərazidir. Demək, ilk Alban xristianlıq məbədi deyəndə, baxın, ilk Alban xristian kilsəsi deyirəmsə, Kişdən söhbət gedir, Şəkidə yerləşir. Amma ilk Alban xristianlıq məbədi deyirəmsə, bu Amaras monastırıdır. Amaras monastırı bəs harada yerləşir? Xocavənddə yerləşir. Xocavənddə də elə paleolit dövrünə aid Azıq mağarası deməli aşkar olunubdur. Xocavənd də bu 3 ərazisidir. Yəni 2 yerin birləşməsinə oxşuyur. Xocavənd 3 deməli buradadır. Sonra baxıram, Alban memarlıq abidəsi yerləşir. Xristian dininə aid qanunlar qəbul olunur. Xristian dininə aid qanunlar bilik Məmin Vaçaqanın dövründə Aguyen kilsə məclisinə qəbul olunubdur və Alban memarlıq abidəsi də burada yerləşir deyilsə, Aguyen bilik ki, Boyəhmədi kəndi yaxınında yerləşir, yəni Covurqalı yaşayış məskəndi ilə Covurqalıda Alban memarlıq abidəsi olduğuna görə, demək Covurqalanın yerləşdiyi ərazini, yəni Covurqala harda yerləşir? Ağdamda. Ağdamda hardadır? Baxın, bu 3. Bura Ağdamdır. Sanki elə bir quyruğu var. Ağdam. Ümumiyyətlə, buradan diqqət edək. Yəni, bu hissələrə Qarabağla bağlı xərtiyə, mən xərtiyə sahəm var, oradan da diqqət edə bilərsiniz. Kəlbəcərin çıxıntısından yola çıxırıq. Kəlbəcərin altı Laçın, Laçının altı Qubadlı, Z nöqtəsi, son nöqtə Z bitir. Həcəbcan son hərfi, Z nöqtəsi bitir. Zəngilanın yanı Z, Cəbrayıl, Cəbrailin yanı Füzuli. Aha, bu ortada olan hissəyə diqqət edirik. Deməli, Füzulidən yuxarı 2 yerin birləşməsinə oxşayan yer, 2 sözün birləşməsinə oxşayan yerə oxşuyur Xocavənd və Xocavəndin üstü. Baxın, bura Xocalı, Xocalının yanı Ağdam, Ağdamın yanı isə Ağcabədidir.
Aha. Belə müəllimlər, ümidvaram ki, sınağım faydalı oldu, izahları başa düşdünüz. Əlavə qaranlıq məqamınız olarsa, sualları qrupa ünvanlaya bilərsiniz.